Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Söz verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin yeni nəşrdən çıxartdığı 20 variantlıq sınaq izahlarını davam elətdiririk. Bu gün mövzu sınav 2 imtahanını izah eləyəsinik sizdən. Say sistemləri bölməsinə həsr olunubdur. Videolarımız abituriyentlərə, informatika müəllimlərinə və informatika öyrənmək istəyən şəxslərə dəstək məqsədi ilə çəkilir. Bundan əlavə olaraq bir daha xatırladıram ki, Ə, yəni əsasən abituriyentlər və əvvəlkilərin məzunları üçün hansı ki ERI alt qrupuna hazırlaşırlar, informatika öyrənmək istəyirlər. Buraxılış imtahanları da bitdiyinə görə blok imtahanına artıq fokuslanıblar abituriyentlər. İnformatikadan çətinliyi olanlar bu zaman periodunda informatikanı ə, mükəmməl təkrar etmək istəyənlər və yaxud da ümumiyyətlə buraxılışa qədər informatikadan ümumiyyətlə hazırlaşmayıb, buraxılışdan sonra sıfırdan başlayaraq informatika öyrənmək istəyən hər bir abituriyent bizim dərslərimizə qatıla bilərlər. Dərslərimiz həm əyani, həm onlayn şəkildə tədris olunur. Bundan əlavə olaraq abituriyentlər, yəni mövzu izahı yoxdur, yəni ola bilər ki, sınaqlar işləmək istəyirlər. Bizim sınaq qruplarımız da mövcuddur. Abituriyentlər sınaq qruplarına qatılaraq həm mövzu, həm də ümumi sınaqlar işləyərək biliklərini möhkəmləndirə bilərlər. İndi isə biz davam edirik sınaq imtahanı nömrə 2 ilə testləri paylaşım, başlayaq, sualları müzakirə eləyək. Deməli belə, sınaq imtahanı 2-də görək bizə nələr verilibdir. Deməli, biz başlayırıq birinci sualımızdan. Birinci sualımızda görək bizə nə deyir? Deyir ki, mövqeyli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Hər hansısa say sisteminin əlifbasındakı simvolların sayı say sisteminin əsasını təşkil eləyir. Ona görə birinci sualımızın cavabı olasıdır bizdə Y variantı. Yəni, məsələn, demək istədiyimiz şey nədir? Məsələn, götürək ikilik say sistemi. İkilik say sistemində neçə dənə simvol var? 2 dənə 0 və 1. Bu say sisteminin əsasıdır. Sonra gəldik, baxdıq ikinci sualımıza. İkilik say sistemindəki ədədi 8-lik say sistemində təsvir edin. Bunun üçün qayda nə deyir bizə? Deyir ki, verilmiş ədədi sağdan sola doğru 3-3 qruplaşdır və sonra hər birinin ayrı-ayrılıqda, hər bir üçlüyü ayrı-ayrılıqda çevir. Ya da ki, burada 8-lik say sistemində bildiyiniz kimi cəmi 8 dənə rəqəm var. Buradan yazıram mən 8-lik. Buradan da onların ikilik qarşılıqlarını yazıram. Siz bu 8 dənə rəqəmi əzbərləsəniz, əslində burada bir ardıcıllıq var. Daha sonra 16-lıq ikilikləri də bununla uyğunlaşdırıb rahat çevirə bilərsiniz. 8-likdəki 0-ın ikilikdə qarşılığı 3 dənə 0-dır. 1-in qarşılığı 0, 0, 1-dir. 2-nin qarşılığı 0, 1, 0-dır. 3-ün qarşılığı 0, 1, 1-dir. 4-ün qarşılığı 1, 0, 0-dır. 5-in qarşılığı 1, 0, 1-dir. 6-nın qarşılığı 1, 1, 0-dır və 7-nin qarşılığı nə idi? 1, 1, 1 idi. İndi biz ikilik say sistemindəki ədədi 8-liyə çevirmək istəyiriksə, sağdan sola doğru 3-3 qruplaşdırdıq. Bunu da üçlüyə tamamlamaq üçün qarşısına 2 dənə 0 yaza bilərsiniz. Gəlib baxırıq, 0, 0, 1 nəyin qarşılığı idi? 1-in qarşılığı idi. Deməli, bura olacaq 1. 1, 1, 0 6-nın qarşılığı idi. 0, 0, 1 1-in qarşılığı idi. 1, 1, 0 da 6-nın qarşılığıdır. İkinci sualda cavabımız olasıdır B variantı 1, 6, 1, 6 8-likdə. Deməli, 2Y 16 ədədini 8-lik say sistemində təsvir edin. 16-lıq say sistemindəki verilmiş ədədi 8-lik say sistemində təsvirləmək üçün cədvəl üsulundan da, yəni yuxarıda yazdıqlarımızı əlavələr eləyə bilərsiniz. 16-lıq say sistemindəki hər bir rəqəm ikilik say sistemində 4 bit, yəni 4 simvolla əvəzlənir deyə. Yəni bunun qarşılarına 0 yazsaz, eyni 16-lıq ikilik ədədlərin 16-lıq qarşılığı, 16-lıq rəqəmlərin ikilik qarşılığını əldə eləmiş olasınız. Yəni bunu belə deyək də bir müddət davamlı istifadə eləsəz çevrilmələrdə bu sizdə əzbərə çevriləcək. Yəni artıq durub hesablama eləməyə gərək qalmayacaq. Amma qayda bizə nə deyir? Qayda bizə deyir ki, 16-lıq, yəni bunu əzbərləmək sizə çətindirsə qaydadan istifadə edin. 16-lıq
ədədin hər bir rəqəmini ayrı-ayrılıqda ikilik say sisteminə çevirə bilərsiniz. 2-ni ikilik say sisteminə çevirsəniz qarşılığı 1-0 olacaq. Ancaq 16-lıq rəqəmin bir simvolu yaddaşda 4 bit tutur deyə, yəni 2 əvvəldə verildiyinə görə olduğu kimi saxlayasınız. Amma ortada, axırda verilsə, siz bunu mütləq 0010 şəklində yazmalısınız. Y bilirik ki, 16-lıq say sistemində nə deməkdir? Y 14 deməkdir. Siz 14-ü 2-yə bölə-bölə, yəni ikilik say sisteminə çevirməyə çalışsanız, 14-ün ikilik qarşılığı 1, 1, 1, 0 olacaq və A-nın qiyməti 10-luq qarşılıq olaraq bilirik ki, 10-dur. Onu ikilik say sisteminə çevirsəniz, yəni 2-yə bölə-bölə getsəniz, alınan qisməti yenidən 2-yə bölə-bölə davam eləsəniz bu prosesi alasınız 1-0, 1-0 ikilikdə. Yəni bunlar artıq sadə bir şeylər deyə mən bunları riyazi şəkildə bölüb yazmıram. Və sonra biz bu ardıcıllığı gəlib yazsaq alacağıq 1-0, 1-1, 1-0 və daha sonra 1-0, 1-0 ikilikdə. Belə bir variant da bizdə harda verilibdir? A variantında verilibdir. Üçüncü sualımızın cavabı A variantı olar. Dördüncü sualda bizə nə deyir? Ədədin onluq say sistemində təsvir edin deyir. Neyniyərsiniz? İstənilən say sistemindən onluq say sisteminə keçdiyiniz zaman verilmiş ədədin üzərini sağdan sola doğru sıfırdan başlayaraq nömrələyərsiniz. 0, 1, 2, 3 deyərsiniz və gəlib bunun açılışı 1 vurulsun 2 üstü 3, 1 vurulsun 2 üstü 2, 1 vurulsun 2 üstü 1 və 1 vurulsun 2 üstü 0 şəklində hesablayıb nəticənin B variantı 15 olduğunu görə bilərsiniz. 5-ci sualda nə deyir? Onluq ədədini 8-lik say sistemində təsvir edin. Onluq say sistemindən ixtiyari say sisteminə keçdiyimiz zaman verilən ədədi say sisteminin əsasına bölürük. Əgər alınan qismət say sisteminin əsasından böyükdürsə, qisməti yenə say sisteminin əsasına bölürük. Və alınan sonuncu qismət və qalıqları sağdan sola doğru ardıcıllıqla düzürük. Deməli, 5-ci sualda cavabımız nə olacaq? D variantı. 6-cı sualda 8-lik ədədi onluq say sisteminə çevirməmizi istəyir. Burada da qaydamız standartdır. Deyir ki, istənilən say sistemindən onluq say sisteminə keçirsənsə, ədədin üzərini sağdan sola doğru sıfırdan başlayaraq nömrələdik və gəlib yazırıq. 1 vur 8-in kvadratı, 3 vur 8 üstü 1 və 5 vur 8 üstü 0. Bu da nə eləyər? 64 üstə gəl 24, 88, 5 də burada. Bu da bizə verir 93. Deməli, cavabımız nə olar? C variantı. Nə dedi bizə? 6-lıq say sistemində verilmiş ədədin açıq yazılış formasını istəyir. 445 və 301 6-lıq say sistemindədirsə açıq yazılışda, yəni bunun onluq say sisteminə keçid qaydasıdır sanki bu. 0, 1, 2, 3, 4, 5 nömrələdikmi? Nömrələdikdən sonra biz bunu necə yazırıq? 4 vurulsun 6 üstü 5, 4 vurulsun 6 üstü 4, 5 vurulsun 6 üstü 3, 3 vurulsun 6 üstü 2, 0'ı yazmasaq da olar, 1 vurulsun 6 üstü 0 və o da bizdə 7-ci sualda A variantında qeyd olunubdur. İndi gəlib baxırıq 8-ci suala. Deməli, ikilik say sistemində cəmləmə əməliyyatıdır. Gələk bunları cəmləyək. 1, 1, 1, 0, 1, 1 ikilikdədir və üzərinə gələk 1, 1, 1, 0, 0 ikilikdə. Deməli, burada gəlib nə edirik? 1 ilə 0-ı cəmlədik 1, 1 ilə 0-ı cəmlədik 1, 0 ilə 1-i cəmlədik 1. İndi burada baxın, 1 ilə 1-i cəmləsək bu 2 eləyir. İkilik say sistemində 2 yoxdur axı. Biz ikilik say sistemində 1 ilə 1-i cəmləyəndə deyirik ki, bu bizə verir 10. Yəni 1, 0. Burada 10, 0 yazırıq, 1 yadda. İndi 1 ilə 1-i cəmləsək 10. 1 də yadda 11. 1 yazırıq, 1 yadda. 1 də yadımızda 10. Deməli, bu da nə oldu? 1, 0, 1, 0, 1, 1, 1 ikilikdə 8-ci sualın cavabı A variantı. 9-cu sualda cüt ədədi müəyyən edin. Deməli, burada nədir məsələmiz? Baxın, biz
bunları, yəni belə baxaraqdan deyə bilmirik. Biz burada çevirmələr aparmalıyıq. Amma gəlin biraz sadə bunların hər birinin bir uzun-uzadı yazmayaq. Biraz sadə düşünək. Deməli, mən sıfırların üstündən xətt çəkirəm. Bunu nömrələyəndə 0, 1, 2, 3, 4 olaraq nömrələyəcəyim. Deməli, gəlin baxaq. Burada 1 vurulsun 2 üstü 4. E, bu 2 üstü 4 təbii ki, cüt ədəddir. Cüt, üstə gələk. Sıfırı nəyə vursam sıfır eləyəcək. 1 vurulsun 2 üstü 2. Bu da cütdür. E, bir də sonuncu. 1 vurulsun 2 üstü 0. Amma bu təkdir. Cüt, cüt, tək. Cəmləyəndə bizə nə verir? Cütlə cütü cəmləsəm, cüt, üstünə tək gəlsəm, təbii ki, bunu tək verəcək. Bu getdi. Baxıram B variantına. B variantında yenə 0, 1, 2, 3, 4 nömrələdim. Başlayacağım. 1 vurulsun 3 üstü 4. 3 üstü 4 81. 81 təkdir. Bu sıfırdır. 1 vurulsun 3 üstü 2. 9. Təklə təki cəmləyirəm. 1 vurulsun 3 üstü 1. Yenə tək. Və 1 vurulsun 3 üstü 0. Yəni bu da 1 vur 1 deməkdir. Bu da təkdir. Tək, 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 tək. 4 dənə təki cəmləsəm, cüt sayda tək ədədin cəmi cüt ədəddir. Deməli, 9-cu sualın cavabı nə olasıdır? 9-cu sualımızın cavabı B variantı olasıdır. Digərlərinə baxmağa ehtiyac yoxdur. Sonra gəldik, baxdıq 10-cu suala. 10-cu sualda bizə nə veribdir? Doğru münasibətləri müəyyən edin deyir bizə. Deməli, burada bu müqayisə əməliyyatın doğruluğunu bilmək üçün mən gərək bunları eyni say sisteminə çevireyim. Yaxşısı olar ki, onluq say sisteminə çevirək. Məsələn, A variantında baxdıq. A variantında bu A, bu 10 deməkdir. Mən bu 10-u onluq say sisteminə çevirim. Yəni, bu A-nın onluq say sisteminə qarşılığı 10-dur. Amma bu 10, 16-lıq 10-dur. Bunun onluq say sistemindəki qarşılığını tapmaq üçün mən bunun üstünü nömrələməliyim. 1, 0, 16-nın onluq qarşılığı 1 vur 16 üstü 1 və üstə gəl 0 vur 16 üstü 0 deməkdir. Bu bizə nə verir? Bu bizə elə 16-nı verir. Deməli, bu 10-dur, bu 16-dır. Yəni, 16-lıq qarşılıqlarından söhbət gedir bunların. 10-cu sualda 10-16-dan böyük deyil. Bu A variantı yanlışdır. Gəlib baxsaq B variantına. 25 6-lıq. Mən bunu 0-1 nömrələdim. 2 vur 6 üstü 1, 5 vur 6 üstü 0. Bu nə verir mənə? 12, 5 də burada 17. Bura gəlib 10-luq qarşılıq 17 alıram. Bir də 2, 25, 8-dir. 0, 1 nömrələdim. 2 vurulsun 8 üstü 1, 5 vurulsun 8 üstü 0. Buradan da 16, 5. Burada gəlib nə alıram? 21 alıram. Eyni ədədlərdən say sisteminin əsası kiçik olan onsuz da kiçikdir. Elə burada doğru cavabımız 10-cu sualda B variantı olar. 11-ci sual. Onluq say sistemində verilmiş cəmin ikilik yazılışında sıfırların sayını müəyyən edin. Deməli, baxaq. Burada sıfırların sayını müəyyən edin deyirsə, bunun daha belə deyək də, tez həll eləyə bilmənin üsulu nədir? Bunların hər birini iki qüvvətinin cəmi şəklində göstərirəm. 2 üstü 2000, 2 üstü 2000. 64 nə deməkdir? 2 üstü 6 deməkdir və onun üstü 300 və bir də 2 üstü 32, 2 üstü 5 deməkdir. Deməli, bu 2 üstü 2000, üstə gələk, 2 üstü 6-nı 300-ə vursaq 1800 və 2 üstü 5-dən ibarətdir. Neçə dənə toplanım oldu? 3 dənə toplanım oldu. Birinci yadınızda saxlayın, bu ədəd neçə rəqəmlidir? Bu ədədin neçə rəqəmli olduğunu tapmaq üçün ən böyük qüvvət hansıdır? Ən böyük qüvvət 2000-dir. Ən böyük qüvvətin üstünə 1 gəlirsiniz. Yəni, bu 2000-in üzərinə 1 əlavə eləyəsiniz. Alırsınız 2001. Yəni, bu ədəd ikilik say sisteminə çevrilsə, 2001 rəqəmli bir ədəd alınacaq. Və bunlardan neçəsi 0-dır, neçəsi 1-dir. Bunu nə tərif bilirsiniz? Bu cəmdə neçə dənə toplanan iştirak eləyirsə, 3 dənə toplanan iştirak eləyir. Bu olur birlərin sayı. Birlərin sayı nə oldu? 3. Onda 2001-dən 3 çıxıram. 2001-dən də 3 çıxanda bu da mənə sıfırların qalanları da sıfırdır. Sıfırların sayı. Sıfırların sayı da nə olasıdır?
1998. Bu qədər sadə. 11-ci sualda da cavabımız nə olasıdır? A variantı olasıdır. Gəldik, baxdıq 12-ci suala. 12-ci sualda deyir ki, hasili hesablayın. Hesablayaq. Deməli 1, 0, 1, 1 vurulsun. 1, 1, 1. Başladıq. 1'i 1'e vurdum 1, 1'e vurdum 1, 0'a vurdum 0, 1'e vurdum 1. Sonra yine aynı qaydada 1'i 1'e vurdum, 1'i 1'e vurdum, 1'i 0'a vurdum, 1'i 1'e vurdum. 1'i 1'e vurdum, 1'e vurdum, 0'a vurdum və 1'e vurdum. Və gəlirəm bunları cəmləyirəm. Deməli baxaq. 1 düşdü aşağıya. 1 ilə 1-in cəmi 10. 0, 1 yadda. 1 ilə 1 10, 1 də yadda 11. Yenə 1 yadda. 1 ilə 1 10, 1 yadda 11. Yenə 1 yadda. 1, 1 də yadda 10, 1, 1 də yadda 10. Nə oldu? 111, 01. 12-ci sualda da cavabımız A variantı. 13-cü sualda şərtini ödəyən onluq tam ədədlərin sayını müəyyən edin deyirsə, deməli mən nə etməliyəm? Burada onluq ədədləri saymalıyam. Daha doğrusu onluq say sisteminə çevirməliyəm və aradakı ədədləri saymalıyam. Birinci başladıq. 36 8-likdədir. 0, 1 nömrələsək. 3 vur 8 üstü 1, 6 vur 8 üstü 0. Bu mənə nə verdi? 3'dür, üzr istəyirəm. 24, 6. Bu mənə verdi 30 və F5-i hesablayıram. 16-lıq say sistemindədir. 0, 1 nömrələsəm F-in qiyməti 15 vurulsun 16 üstü 1 və 5 vurulsun 16 üstü 0. Bu da nə verir? 15'i 16'ya vursaq, deməli, bu yəqin ki, bizə 180 verər. 2 vursaq 38, yox, üzr istəyirəm. 180 yox, 240 verər. 15'i 16'ya vuranda. 2 ayırdım, 30 qaldı 8, 8'də 30'a vuranda 240 və 5 də burada. Bu da bizə verəsidir 245. Deməli, X-in aldığı qiymətlər hansı aralıqdadır? 30-dan böyük və 245-dən kiçik bərabərdir. Buradan da gəlib nə edərik? 245-dən elə 30'unu çıxarıq. Bu bizə verər 215. 30 bu aralığa daxil deyil onsuz da. Ona görə 13-cü sualda cavabımız Y variantı olar. 14-cü sualda gəlib baxırıq. Bərabərliyində Y-in mümkün müsbət qiymətində X-in ən kiçik qiymətini müəyyən edin. X-in ən kiçik qiymətini. Deməli, biz burada bu bərabərliyə belə deyək də onluq say sistemində baxaq. Deməli, biz gəlib bu 32x bərabərdir 43y 01, 01 nömrələdik. Bunları çevirsək onluq say sisteminə nə alacağıq? Kompüterimizin zərərətməsi azalır. Aha. Deməli, nə alırıq biz burada? Alırıq ki, 3x plus 2 bərabərdir 4y plus 3. Yəni, bunu onluq say sisteminə çevirsək. Deyir ki, y-in mümkün müsbət qiymətində X-in ən kiçik qiymətini müəyyən edin. İndi Y-in mümkün müsbət qiymətində təbiidir ki, burada istifadə olunan bu Y üçün nəzərdə tutulan rəqəmlər Y böyük olmalıdır 4-dən. Niyə 4-dən böyük olmalıdır? Çünki 4 və 3 rəqəmləri, yəni 4 rəqəmi hansı say sistemindən başlayır? 4 rəqəmi başlayır 5'lik say sisteminin içərisindən də. Məsələn, mən indi düşünürəm, Y-ə qiymət verib, X-i tapmağa çalışıram. Y-in mümkün müsbət qiyməti minimal başlayıram 5-dən. Y-ə verdim 5. Y-ə 5 versəm, 4'ü 5'ə vurdum 20, üstə 3 gəldim, 23 elədim. 23'dən 2'sini çıxsam 21, 21'i də, yəni gətirib burada 3x üstəgələk 2 bərabərdir. 4'ü 5'ə vurdum. 4'ü 5'ə vurdum. 20 üstə 3 gəldim. 23. Buradan aldım ki 3x bərabərdir 21'ə və buradan da gəldim. X-ə nə tapdım? X-ə gəldim tapdım 7. Deməli, Y-in mümkün müsbət qiymətində, yəni ilk, yəni belə deyək də, niyə görə 5 götürdüm? Çünki 4 rəqəmi 5'lik say sistemindən başlayır.
Y-in yerinə 5 qoydum və x-in qiymətini hesablayıb x-ə də 7 tapdım. 14-cü sualda cavabımız olur Y variantı. Sonra gəldik, baxdıq 15-ci suala. 100 onluq ədədinin əsası 9 olan, yəni onluq say sistemində olan 100-ü 9-luq say sisteminə çevirməmizi istəyir. 11 düşür, 99, burada 1 qalıq qalır. 11-i də 9-a bölsək, nə düşəcək? 1 düşəcək, 11-dən 9-un çıxsaq 2 qalacaq. 1, 2, 1, 9-luq say sistemində 15-ci sualın cavabı A variantı. 16-cı suala baxırıq. 1358 onluq ədədinin ikilik yazılışında birlərin sayını müəyyən edin. Nə edirsiniz? Götürüb bölürsünüz 2-yə. Təbii ki, buna vaxt lazımdır da. Başqa cür düşünsək, yəni daha rahat bir variantı varmı? Varsa düşünək. Deməli, 1358. Mən bunun içərisində hansı ən böyük iki qüvvətini yerləşdirə bilərəm? 1024 yerləşdirə bilərəm. Yəni 210-u yerləşdirdim. Deməli, bir dənə mən kalkulyatordan istifadə edəcəm. Deməli, bunun üstündə 1358-dən çıxdım. 2 üstü 10-u yerdə qaldı 331. İndi mən 331-in içərisində hansı ən böyük iki qüvvətini yerləşdirə bilərəm? Təbii ki, 256-nı. Buradan da gəldim, çıxdım 256-sın. Yerdə qaldı 75. 75-in içərisində yerləşdirə biləcəyim ən böyük iki qüvvəti 64-dür. Burada 64-ün çıxanda yerdə qalır 11 və 11-in içərisində mən yerləşdirə bilirəm 8-i, yerdə qalır 3. Bunu da 2 plus 1 kimi yaza bilərəm. 2 üstü 1 və 2 üstü 0 kimi də yaza bilərəm, 1 kimi də yaza bilərəm. Bunun bir problemi yoxdur. Deməli, baxın, siz bunu bu şəkildə ayırdıqdan sonra birlərin sayını istəmir. İki qüvvətlərinin cəmi şəklində göstərmişsinizsə, neçə dənə toplanan varsa, toplananların sayı elə birlərin sayıdır. Mən burada neçə dənə toplanan almışam? 1, 2, 3, 4, 5, 6 dənə toplanan almışamsa, deməli 16-cı sualda da cavabımız elə olasıdır. A variantı. Ola bilər ki, sıfırların sayını istəyər. Bununla da bağlı onsuz da bayaq bir sual izah elədim. Burada ən böyük qüvvət 10-dur. Onun üstünə 1 gəlirsiniz. Ən böyük qüvvətin üstünə həmişə 1 gəlirsiniz. Deyirsiniz ki, bu 11 rəqəmli ədəddir. 11 rəqəmli ədəd. Buradakı birlərin sayı toplananların sayıdır. 6. Əgər istəsəz sıfırların sayı, birlərin sayını çıxın, qalsın sıfırların sayı. Bu da belə. Baxırıq 17-ci suala. 17-ci sualda 121x plus 1 5'lik say sistemində bərabərdir 101 7'lik say sistemində. Deyir ki, bərabərliyinə əsasən x-in qiymətini müəyyən edin. Deməli, biz burada gəlib nə edirik? Fərqli say sistemlərində hesablama əməliyyatı eləyə bilmirəm deyə bildiyim say sistemində hesablama əməliyyatı aparıram. Ona görə bunların hər birini onluq say sisteminə çevirirəm. 0, 1, 2 və 0, 1, 2 nömrələr. Bu olacaq 1 vurulsun x kvadratı, yəni x kvadratı. 2 vurulsun x üstü 1, yəni 2x və 1 vurulsun x üstü 0. 1 istənilən say sistemində 1-dir. 101-i çevirsəm 1 vur 7-nin kvadratı 49, 0 vur 7 üstü 1, 0 və 1 vur 7 üstü 0, bu da elədir 1. Deməli, bunu da gəlib sadələşdirsək, belə bir kvadrat tənliyi alırıq. X kvadratı üstə gələk 2x çıxılsın. Deməli, 48 çıxılsın, 48 bərabərdir 0-a. Düz elədikmi? Birlər gedir. 1-dən də 49 çıxanda 48 qalır. Burada nə edək? Diskriminatla mı həll eləyək? Özünüz həll eləyərsiniz bunu diskriminatla. V7 ilə gedirəm. Köklərinin cəmi -2, hasili -48 verən ədədlər. Deməli, -8 və 6-dır ki, toplayanda əks işarəli ikinci əmsalı, vuranda da sərbəst həddi verir. Say sisteminin əsası mənfi ola bilməz deyə bu bizdə götürülmür. Sualımızın cavabı olur 17-də A variantı. Sonra gəldik, baxdıq 18-də bərabərliyinə əsasən x-in qiymətini 16-lıq say sistemində. Yenə biz bunu əvvəlcə 10-luq say sistemində tapmalıyıq, sonra 16-lıq say sisteminə çeviririk. Deməli 0, 1, 0, 1, 2. Birinci başladıq, 5 vurulsun 7 üstü 1, üstə gələk 5 vurulsun
7 üstü 0. Bunu x olarak saklayıram. 3 vurulsun 6 üstü 2. 2 vurulsun 6 üstü 1 ve 5 vurulsun 6 üstü 0. Buradan da 35 5. Bu nə elədi? 40. 40 plus x bərabərdir. 36-nı 3'ə vuranda 108, 108'den 12 ne eləyir? 125 də burada 125. Onda mən x-ə nə tapıram? 85 tapıram. 125-dən 40-ı çıxanda. Amma məndən nə istəyir? 16-lıq say sistemində. Ona görə də gəlirəm 85-i bölürəm 16-ya. 85-in içindən neçədən 16 olar? Bir 4, 5 dənə olmaz. 5, 16 elə 80 eləyir. Bəli. Burada qalır 5. Bu da nə olur? 55, 16-lıq say sistemində 18-ci sualın cavabı B variantı. Deməli, deyir ki, sinifin bu qədər faizi qız və bu qədər oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Deməli, mən birinci gəlirəm, bunu onluq say sisteminə çevirərəm. Onsuz da məndə onluqda istəyir. Görüm neçə faizi qızdır. Bunu gəldim 0, 1, 2, 3, 4, 5 nömrələdim. Bunu çevirsəm nətər olacaq? 1, 1, 1, 1, 0, 0. Olacaq 1 vur 2 üstü 5, 1 vur 2 üstü 4, 1 vur 2 üstü 3 və 1 vur 3 üstü 2. Qalanları 0'dır deyə yazmıram. 32, 16, 48, 48 ilə 8. 56, 56 ilə 4, 60. Deməli, sinifin 60% qızdır. 60% qızdır. İndi 1, 1, 0, 0, 2-likdə. Bu qədər də oğlan var. Bunu da 0, 1, 2, 3 nömrələdim. 1 vur 2-nin kubu üstə gələk 1 vur 2-nin kvadratı. Bu da nə eləyir? 8, 4, 12. Deməli, 40% oğlandırsa, 40% oğlandırsa, sinifdəki şagirdlərin sayını müəyyən edin də. Yəni, bunu soruşur bizdən. 40% neçə nəfərdir? 12 nəfərdirsə, onda bu sinifin 100%-ni tapmalısınız da. 100%-i neçə nəfərdir? Bu da sadə bir riyaziyyatdır da. X bərabərdir. 12 vurulsun 100, bölünsün 40. Bu da nə eləyir? 19-cu sualda B variantı 30 nəfər eləyir. İndi gəlib baxırıq, bu 20-ci sual, bu sual ekvivalenti, yəni bu suala bənzər olan suallar dimin toplusunda yoxdur. Yəni belə bir sual dimdə yoxdur, maraqlı sualdır. Bunu nətər həll eləyə bilərik? Bunun üçün gəlin, belə deyək də, bunu indi tutaq ki, kiçik rəqəmlərlə versə, işimiz rahat olardı. Amma indi gəlin bunun üçün bir üsul yaradaq, üsul fikirləşək. Sizə ekskluziv olaraq, sizə özəl. Deməli, belə. Burada yerimiz azdır deyə mən bu sualı ataq Paint-ə. Paint-də daha ətraflı izah eləyək. Bir də mən sizlə tam ekran paylaşım. Aha. Sualımız burada 20-ci sualı idi. Bunu buradan kəsək götürək. Gördüyünüz kimi saat 5 işləyib. Sizin öyrənməniz üçün çalışırıq. Deməli, belə. 20-ci sualda bizə nə deyir? 20-ci sualda, deməli, baxın, bu dörtlük say sisteminin rəqəmləridir. 0, 1, 2, 3 rəqəmlərindən düzəldilmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Siyahının əvvəli aşağıdakı kimidir. Sıra nömrəsi 215 olan kodu müəyyən eləyin. İndi, məsələn, mən bu sualla bağlı tutaq ki, hələ ki, heç bir fikrim yoxdur. Yəni, mən bunu necə həll eləyə bilərəm? Burada bir ardıcıllıq var. 0, 0, 1, 0, 0, 2, 0, 0, 3, 0, 1, 0. Məsələn, indi baxın. 5-ci ədədimiz nədir? 0, 0, 1, 0. 6-cı ədədimiz nə olacaq? 0, 0, 1, 1. 7-ci ədədimiz nə olacaq? 0, 0, 1, 2.
8-ci ədədimiz nə olacaq? 0, 0, 1, 3 və biz bunu belə təbii ki 215-ə qədər yazırıq. Təbii ki bunu yazmaq olmaz 215-ə qədər. Yaxşı, bəs neyniyək? Deməli, ə, burada dediyim kimi dörtlük say sisteminin rəqəmləridirsə, hansı həddin sıra nömrəsini istəyirsə, siz nə edəsiniz? Məsələn, tutaq ki, mən 6-cı həddin nə olduğunu, yəni indi burada təbii ki, ardıcıllığı görürəm deyə yaza bildim. O dəqiqə dörtlük say sisteminin rəqəmləri deyil. Məsələn, siz 6-cını tapmaq istəyirsiniz də, 6-nı gəlib bölürsünüz, yəni 6-cı həddi baxın nə tər müəyyən edirsiniz. 6-nı gəlib bölürsünüz, dörtlük say sisteminin rəqəmləridir, 4-ə. 6-nı 4-ə böləndə 1 düşür, 6-dan 4-ün çıxanda 2 qalır. 6-nın qarşılığı, dörtlükdə qarşılığı nədirsə, gəlib 10-dan 1 çıxırsınız. Yəni 12 deyil, mən 6-nın dörtlük qarşılığını 12 almadım. Bax, görürsünüz, 12-dən gəlib 1-i çıxanda yerdə nə qalıb? 11 qalıbdır. Məsələn, indi baxın, mən 7-ni tapmaq istəyirəm. 7-ni bölürəm 4-ə. 7-ni 4-ə böləndə 1 düşür. 7-dən 4, yəni 7-ci sıra nömrəsi, 7-ci olan kodu tapmaq istəyirəmsə. 7-dən 4-ün çıxanda qalır nə? 3. Bu 7-nin qarşılığı 7-ci nə olacaq? Yəni 7-ci həddimiz, yəni 7-ci kodumuz nə olacaq? 13 dörtlükdə çıx 1. Yəni 12 olacaq. Yəni 0, 0, 12. Yəni bunu nəzərdə tuturam. İndi, məsələn, mən 9-cu həddi tapmaq istəyirəm. İndi, misal üçün, burada təbii ki, 13-ə çatandan sonra 9-cu hədd gəlib olacaq 0, 1, 0, 0. Düzdürmü? İndi, baxın, 9-u böldüm 4-ə. 9-u 4-ə böldüm, 2 dəfə 4-üm, 8. Burada nə qaldı? 1. 9-a nə aldım? 21. 21. 21-dən gəlib biz bu dörtlükdədir də 21-dən gəlib biz neyiniyək? 1 çıxsa, bircə dəqiqə, burada niyə yanlış elədik ki biz? Bu niyə ödəmədi? 0, 0, 0, 0, 1, 0. 3-ə gəlib çatandan sonra 1, 0, 1, 1, 1, 2, 1, 3, 0, 1, 0, 0 almalıyıq da. Biz bunu almalıyıq. Deməli, 9. 9-u 4-ə böldük. 9-u 4-ə böldük. 9-u 4-ə böləndə 2. 2, 4-üm 8. 9-dan 8 çıxanda bu bizə verdi 1. 21-dən dediyimiz qayda özünü doğrultmadı mı? 21-dən 1 çıxsa bu bizə verəcək 20. 20. 20-də burada nəsə biz yanlışlıq elədik. Bir dəqiqə bunu təzdən qaydamızı biraz təkmilləşdirək. Bunu buradan amma yəni məntiqi ardıcıllıq bu şəkildədir. 9-un kodu deməli, bircə dəqiqə bunu buradan silək. İşte bu 9-da körradı da işlər. Deməli, məsələn 9-cu olacaq 0, 1, 0, 0. Bir dənə bunun ardıcıllığını yazaq. Bunu da buradan silək. Aha, məsələn, onun kodu nə olacaq? Onun kodu olacaq 0, 1, 0. Daha doğrusu mən 9-cunu düz yazmamışam da. Əslində düşündüyümüz şey doğrudur. Prosto geç saatdır, frekanslarımız qarışıbdır. Burada mən bu kodları axı düzgün yazmadım. 13-dən sonra, yəni burada birlər gəlibsə 9-cu nə olmalıdır? 0, 0, hələ burada 2 olan hal var axı. 0, 0, 2, 0. Sonra 0, 0, 2, 1. Sonra 11-ci 0, 0, 2, 2. Sonra 12-ci 0, 0, 2, 3. 13-cü 0, 0, 3, 0. Yəni belə gələcək. Əslində yazdığımız şey doğruydu. Prosto mən sadəcə orada 9-u səhv yazmaqla aləmi qarışdırdım bir-birinə. Yəni məntiqi yəqin ki, başa düşdünüz də nə demək istədiyimi. Yəni məsələn mən tutaq ki, məsələn 17-ci sıradakı kodu tapmaq istəyirəmsə, o dəqiqə 17-ni gəlib bölürəm 4-ə. 17-ni 4-ə böləndə 4 dəfə 4-üm 16. Burada qaldı 1.
4'ü 4'ə bölürəm. 1, 4-dən 4-ün çıxıram 0. Nə aldım? 101. Yəni aldım 101. 17-ci sıraya almışam 101. Gəlib mütləq bundan 1 çıxacam. Deməli 17-ci olacaq 100. Doğrudan da burada gəlib yazsanız 17-ci sırada 100-ün dayandığını görə biləsiniz. Nəysə ki, bu qaydanı artıq başa düşdüksə, gəlirik 215-ə baxırıq. 215-ci kodu müəyyənləşdirirəm. Nə edirəm? 215-i bölürəm 4-ə. 215-i 4-ə böləndə nə düşəcək? 21-i 4-ə böləndə 5 dəfə 20. Burada 15. 15-i 4-ə böləndə 3 dəfə 12. Burada qaldı 3. 53-ü bölürəm 4-ə. 53-ü 4-ə böləndə nə eləyəcək? 13 düşər yəqin ki, 52. Burada yenə qalıq qalar 1. 13-ü bölürəm 4-ə. 3 dəfə 12, burada qalıq qaldı 1. Deməli, mən nə aldım? 215-i aldım 3, 1, 1, 3. 4-lükdür. Amma bundan mütləq 1 çıxmalıyam. Bu mənə verəcək 3, 1, 1, 2. Deməli, burada sualımızın cavabı 20-ci sualda C variantı olar. Bu da oldu bizim 20-ci sualımızın izahı. Cavabımız da C variantı. 21-ci sualda 4-ə tam bölünən ədədləri müəyyən edin. Deməli, biz 4-ə bölünmə qaydasında nə deyirik? Son 2 rəqəm 0 olsun ya da son 2 rəqəmi ifadə edən ədəd 4-ə bölünsün. Eyni qaydadır. İkilik say sistemində də son 2 rəqəm 0-dırsa, o ədəd həmişə yoxlaya bilərsiniz. 4-ə bölünəcək. Bu da 1-də var və bir də 2-də var. Deməli, yəni siz bunları onluğa çevirsəz, yəni bu ədədlər 4-ə tam bölünür. 21-ci sualda da cavabımız olası C variantı. Sonra gəlib baxırıq 22-ci suala. Nəticəsi 50-dən böyük olan ifadələri müəyyən edin. Gəlin biz bunları elə 8-likdə toplayaq. Mən bunu ayırsam 0, 1, 0. Deməli, birincinə baxsaq 32, 32 8-likdə, 32 8-likdə. Bu da nə eləyir? 1, 0, 0, 4-dür. 0, 1, 0 da 2 deməkdir. Bayaq cədvəl təqdim eləmişdik. Qayıdıb əvvələ baxa bilərsiniz. 32 üstəcəlik 42. Bu nə eləyir? 2, 2, 4, 3, 4, 7. 7 və 4 rəqəmlərinin hər biri 8-lik say sistemində var deyə deməli nəticəsi 54-dən böyükdür. Bir doğru. 3 qruplaşdırsam bu mənə 6 verəsidir, bu da mənə 2 verəsidir. Deməli 27 8-lik 27 8-lik və 26 8-lik bunları toplayanda 7 6 13 8-lik say sistemində 13 deyə bir şey yoxdur deyə 13-dən gəlirik 8-i çıxırıq. 13-dən 8-in çıxanda bu bizə verir 5. Bir dənə 8 çıxmışam. 1 yadda, 2 ilə 2 4, bir də yadda 5. Bu da olur 55 8-likdə. Amma bunun nəticəsi, yəni burada söhbət nəticəsi 50-dən böyük olanda aldığınız nəticənin 50-dən böyüklüyündən söhbət getmir. Bunun onluq qarşılığından, yəni məsələn 74 8-lik onluq qarşılığı 50-dən böyükdür. Amma 55 8-liyin onluq qarşılığı 45 verir də sizə. Məsələn, bu 50-dən böyük deyil. Deməli, siz 2-ni götürməyəsiniz. Ona görə B variantı, C variantı çıxdı. İçərisində 1 olan bir dənə qalır A variantı. Yəni, doğru cavab bu olacaq. İstəsəz yoxlayaq. 16 8-lik, 16 8-lik. Bunu da çevirsək, bura 6 verəsidir, bura 1 verəsidir. 16 8-lik, 61 8-lik. Bura da 7-dir, bura da 7-dir. 77 8-lik onluğa çevirsəz, nəticəsi 50-dən böyük olduğunu görə bilərsiniz. 23-cü sualda x-in hansı qiymətində bərabərliyi doğru olar? Neyniyək? Hamısı 7-lik say sistemindədir. 3x 6, 1 6x və bərabərdir 5x 3-ə. Burada rəqəmlərimizi düz qeyd eləmişik. Bir dənə baxın görüm. Bəli, rəqəmlərimiz 3x6, 1 6x və 5x 3-ə. Baxaq, 7-lik say sistemində 6 ilə x-i toplamışam və 3 almışam. Deməli, biz gəlib deməli 6 ilə neysə toplayıb 3 alıramsa, o dəqiqə bu 3.
Mən nədən 7-sini çıxsam 3 ala bilərəm, onu düşünürəm. Mən 10-dan 7-sini çıxsam 3 ala bilərəm. Burada toplama deyə x mütləq 4 olmalıdır ki, 7-lik say sistemində toplayıram axı. 6 ilə 4-ü toplayım 10, 7 çıxım 3, 1 yadda deyim. Onda mən bura 4 desəm, 4 ilə 6-nı topladım 10. Bir də yadımdaydı axı buradan 11. 11-dən 7-sini çıxsam 4, yenə 1 yadda. 3 ilə 1, 4, 1 də yadda 5. X-in hansı qiymətində deyirdi? X-in 4 qiymətində 23-cü sualımızın cavabı. 24-cü sualda 5-lik say sistemində ən kiçik 2 rəqəmli ədədi, 5-lik say sistemində ən kiçik 2 rəqəmli ədəd nədir? 1, 0, 5-lik. 9-luq say sisteminin ən böyük 2 rəqəmli ədədi 9-luq say sistemində də ən böyük rəqəm 8-dirsə, ən böyük rəqəmli ədəd 88-dir. Cəmini 10-luq say sistemində. Ya bunları elə 10-luq say sisteminə çevirək, toplayaq. Deməli, 1, 0, 5-liyin 10-luq qarşılığı 0, 1 nömrələsək, 1 vur 5 üstü 1, 0 vur 5 üstü 0-dır. Bu bizə nə verir? Bu bizə elə verir 5-in özünü. 88-i də çevirsək 9-luqdan 10-luğa 0, 1 nömrələsək, 8, 9-un 72, üstünə də 8 gəlsək, bu da bizə verir 80. Cəmi 10-luq say sistemində bu da bizə 80 ilə 5-i cəmləyəsik, verəsidir 85. İndi 25-ci suala baxırıq. Deyir ki, 16-19 ədədinin 8-lik say sistemindəki yazılışının ilk rəqəmini müəyyən eləyin. Nə edirsiniz? 16 üstü 19-u hesablayırsınız. Sonra da 8-ə bölürsünüz. Təbii ki, bu absurddur. Belə bir şey mümkün olmaz. Çünki 16-19 kifayət qədər böyük ədəddir. Rahat bir şeylər düşünək. Yenə sizə eksklüziv qaydalarımızdan deyək. 16-19 ədədinin 8-lik say sistemindəki yazılışı. Nətər tapa bilərik bunu? 16-19-u yazaq 2-nin qüvvəti kimi əvvəlcə. 16-19. Bu 2 üstü, 4 üstü 19 deməkdir. 4-ü də qüvvətin qüvvəti olanda üstər riyaziyyatdan bilirik ki, vurulur. 4-ü 19-a vuranda bu eləyir 76. İndi yaxşı, bu ikilik say sisteminə nətər çevirək? Daha doğrusu 8-lik say sisteminə deyir də, bizə üzr istəyirəm. 8-lik say sisteminə nətər çevirək? Bunun üçün sizə bir qayda deyim. 8-lik say sistemində ki, hər bir rəqəm 2-lik say sistemində 3 rəqəmə bərabərdir. Yəni 8-lik ədədin bir simvolu 3 bitdir. Yəni 8-lik bir rəqəmin 2-lik qarşılığı 3 rəqəmdən ibarət olur. Ona görə siz gəlib nə edirsiniz? Baxın, burada çox maraqlı bir üsul deyəsiyəm sizə. Bax, bu 76 var ha. Bunu iki cür eləyə bilərsiniz. Ya bu 2 üstü 76-nın təzədən 8-in qüvvəti kimi göstərməyə çalışın. Ya da belə eləyin. Bax, bu 76-nı bir də deyirəm. Bölürəm 3-ə. Niyə 3-ə böldüm? Ona görə ki, mən bunu ikiliyə rahat çevirərəm. Bu 1-in yanında 76 dənə 0 deməkdir. İkilik say sistemindən də 8-liyə keçəndə 3-3 qruplaşdırıram. Ona görə elə birbaşa qüvvəti götürüb bölürəm 3-ə. 76-nı 3-ə böləndə bizə nə verəsidir? 24-ü 3-ə vursam 72 eləyər. Bu yəqin ki 25 düşər. 25-i 3-ə vuranda bu eləyir 75. Deməli, 76-dan 75 çıxanda nə qaldı? Qaldı 1. Tam hissə nədir? 25. Yadınızda saxlayın. Bax, bu tam hissə var ha. Birinci rəqəm nəyə əsasən hesablanır? Birinci rəqəm, birinci rəqəm. Qalıq nə qalıbsa, bunun gətirib qoyursunuz 2-nin qüvvətinə. Qalıq 1 qalıbsa, birinci rəqəm 2 üstü 1-dir. Qalıq 2 qalsaydı, burada həmişə qalığa, birinci rəqəmi istəyirsə, qalıq 2 qalsaydı, 2 üstü 2-ni götürərdiniz, misal üçün. Deməli, yazılışında ilk rəqəmi müəyyən edin, ilk rəqəm 2-dir. Bunu nəyə görə elədik? Qalığa görə. Əgər məndən, məsələn, buradakı sıfırların sayını istəsəydi, tutaq desəydi ki, bu ədədi 8-lik say sisteminə çevirəndə sıfırların sayını tapın, onun üçün tam hissəyə baxasaydınız. Məsələn, burada tam hissə neçədir? 25. Deməli, bu ədədi 16-19 ədədini 8-lik say sisteminə çevirəndə 25 dənə 0 alınasıdır. Bu da olur 25-ci sualımızın izahı, cavabımız olacaq 2. Gəlib baxırıq 26-cı suala. Deyir ki, bərabərliyə əsasən x-in qiymətini müəyyən edin. Gələk, müəyyənləşdirək, görək, nə edə bilirik burada?
Burada həll üçün yer yoxdur deyə bu sualı da kəsirəm. Atıram Paint-ə. Paint-də baxaq bu suala. Deməli, gəldik, baxdıq. Hardadır Paint-imiz? Burada. Bunları silirəm. Yəqin ki, bunu başa düşdünüz. Bunu əlavə edirəm bura. Deməli, nədir məsələmiz? Bunu mən təbii ki 101x plus 1 bərabərdir 101x plus 11, 16-lıq. Bunların hər birini 0, 1, 2, 0, 1, 2 və 0, 1 nömrələyib onluq say sisteminə çevirəsiyəm. Nə olur? 1 vur x plus 1-in kvadratı və 0'ı yazmıram. 1 vur x plus 1 üstü 0. Bu da onsuzluq ilə 1 deməkdir. Bərabərdir 1 vur x-in kvadratı, 0'ı yazmıram. 1 vur x üstü 0. Üstə gələk 1 vur 16 üstü 1. Üstə gələk 1 vur 16 üstü 0. Bunu sadələşdirsək, x plus 1'in kvadratı plus 1 bərabərdir x-in kvadratı plus 1 plus 16, bir də burada 17. Nə aldıq? Bunu da gəlib sadələşdirsək, x kvadrat plus 2x plus 2 bərabərdir x kvadrat plus 18-ə. X kvadratlarını apardıq, qaldı 2x bərabərdir 16-ya və x də bərabərdir 8-ə. Deməli, 26-cı sualda cavabımız olasıdır 8. Sonra baxırıq 27-ci suala. 27-ci sualda bizə nə deyir? 27-ci sualda uyğunluğu müəyyən edin. 54 onluq, 76 onluq, 37 onluq. Deməli, burada hamısının ikilik yazılışı deyir bizə. Deyir ki, ikilik yazılışında birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Bunu da onluq ədədin ya gəlib hamısını 2-yə bölün, ya da ki, belə eləyin. Bu 54 deyil. 54'ü 2 qüvvətlərinin cəmi şəklində göstərin. Bunun içərisində yerləşir 32. Ondan sonra bunun içərisində yerləşir 16. 32, 16. Bu nə eləyir? 32 ilə 16 eləyir 48. 54'e tamamlamalıyım da. Orada qalıb 6. Bunu da yazıram. 2 üstü 4, 2 üstü 2 və 2 kimi. Yəni 32, 16, 48, 48, 50, 54. İndi mən burada sıfırların və birlərin sayını 4 dənə toplanan varsa, bu 54'də birlərin sayı, yəni baba bu 54'də birlərin sayı 4 dənədir. Sıfırların sayı da ümumi ən böyük qüvvət 5-dirsə 6 rəqəmli ədəddir. Bunu artıq əvvəlki bir neçə sualda demişəm. Sıfırların da sayı 2-dir. Deməli, 4 dənə 1 var, 2 dənə 0 var. Deyir ki, ikilik yazılışında birlərin sayı sıfırların sayından 2 vahid çox. Bəli, birə A variantını deyə bilərik. Sonra yazılışındakı 5 vahid azdır. Sıfırların sayı birlərin sayından 2 dəfə azdır. Bax, 54'də 2 dənə 0 var, 4 dənə 1 var. 2'lər birlərdən, yəni 2 4'dən 2 dəfə azdır da. Yəni C də deyə bilərik. 1'ə A, C. Sonra gəldik. Birlərin sayı sıfırların sayına bərabər deyil. Sıfırların sayı birlərin sayından bir vahid çoxdur, deyil. İndi gəldik, baxdıq 76'ya. 76'da mən 64 üstü 6 üstə gələk. 64'ün üstünə bir 8 də gələrəm. Mənə verər 64 ilə 8, 72. Bir də 4 gələrəm ki, mənə 76 versin. Deməli, bu 7 rəqəmli, ən böyük qüvvət 6-dırsa üzərinə 1 gəlirəm. 7 rəqəmli ədəddir. 3 dənə toplanan varsa, birlərin sayı olasıdır 3. Sıfırların sayı da 7 rəqəmli demişəm. Sıfırların sayı da olasıdır. 3'ü 1'dirsə 4'ü 0 olasıdır da. Deməli, nə deyir? A, C gedibdir. A-nın C-ni çıxdıq. Deyir ki, birlərin sayı sıfırların sayından 5 vahid azdır. Ödəmir. Birlərin sayı sıfırların sayına bərabərdir. Ödəmir. Sıfırların sayı birlərin sayından, sıfırlar birlərdən 1 vahid çoxdur. Ödəyir. 2'ye olacaq. Y. İndi gəldik, baxdıq 37'yə. 37, 32, yəni 2 üstü 5 plus 32 plus 5 deməkdir. Yəni bunu da 2 üstü 2 plus 2 üstü 0 kimi yaza bilərik. 5'dirsə ən böyük qüvvət bu 6 rəqəmlidir.
3 dənə toplanan varsa, birlərin sayı 3-dür, sıfırların sayı 3-dür. Deməli, birlər də 3-dür, sıfırlar da 3-dür. Birlərin sayı sıfırların sayına bərabərdir sualı variantı var idi. Bu da olasıdır 3-ə D. Deməli, 1-ə AC, 2-yə Y, 3-ə D 27-ci sualımızın cavabı. Sonra gəldik, baxdıq 28-ci suala. 28-ci sualda bizə nə deyir? Deyir ki, 134x plus 32x bərabərdir 210x ifadəsi hansı say sistemində doğrudur? Bunu riyazi üsulla da yazmaq olar, amma mən belə eləyirəm. 134 üstəgələk 32 nəyə bərabərdir? 210-a. 4 ilə 2-ni toplayanda nə eləyir? 6. Bura 0 yazıbsa, deməli 6-dan 6-sını çıxıb ki, 0 yazıb. Deməli, elə bu əməliyyat 6-lıq say sistemində aparılıbdır. Yoxlasaq 3 ilə 3, 6, bir də yadda. Axı, bir dənə 6-nı çıxmışdım. Bir də yadda 7. 7-dən 6-sını çıxsam 1, bir də yadda 1, bir də yadda 2. Deməli, burada sualımızın cavabı olasıdır 6. 65 8 ədədini 311 Q kimi təsvir olunarsa Q əsasını müəyyən eləyin. Eləyək. Deməli, burada bunu nə tər həll eləyərik? Gələk 65 8 bərabərdir 311 Q. 0, 1, buradan da 0, 1, 2 nömrələdik. 6 vur 8 üstü 1, 5 vur 8 üstü 0 bərabərdir 3 vur Q'nun kvadratı. 1 vur Q üstü 1, 1 vur Q üstü 0 deyək. Buradan alıram 3Q'nun kvadratı plus Q. Bu plus 1. Plus 1. Bu nəyə bərabərdir? Bu bərabərdir 6, 8-im 48. 48 ilə də 5. 48 ilə 5 toplayanda bizə nə verər? 53. 53 keçirsək də, bunu da elə keçirək bu tərəfə. Elə bir bu olasıdır. Plus 1 yox, minus 52 yaza bilərik də biz bunu. Minus 52. Bərabər 0 desək, deməli diskriminantı nə olacaq? B kvadratı minus 4AC. 4 vur, 3 vur, 52. Neyniyək? Kalkulyatordan kömək alaq. Deməli, 4 vur, 3 vur, 52. Bircə dəqiqə 4 vur, 3 vur, 52, üstə gələk 1, bu bizə verir 625, yəni 25-in kvadratını alırıq biz bura. Onda kökləri hesablasaq, bu əsasca mənfi kökü götürməyəsik, mənfi B plus minus kök altında D bölü 2A düsturundan gəlib deyirik, mənfi 1 plus 25 bölünsün 2A, yəni 2 vuraq 3. Bu da bizə nə verər? 24 bölü 6, 4 verər. 29-cu sualda da cavabımız olasıdır 4. Sonra gəldik, baxdıq 30-cu suala. 30-cu sualda da nə edərik? 30-cu sualda ədədləri azalma sırası ilə yazın. Müxtəlif say sistemləridir. Müqayisə üçün ancaq bunların hər birini onluq say sisteminə çevirmək lazımdır. Birinci baxırıq 143 altılığa 0, 1, 2 nömrələyirik. 1 vur 6-nın kvadratı, 4 vur 6 üstü 1 və 3 vur 6 üstü 0. Bu nə eləyir? 36, 24, 60, 3 də burada, bu bizə verir 63. Sonra gəldik 59-luqda 0, 1 nömrələsək, 5 vur 9 üstü 1, 0 vur 9 üstü 0. Bu da bizə nə verdi? 45. Sonra gəldik. 1, 2, 2, 2. Hansı say sistemindədir? Üçlük. 0, 1, 2, 3 nömrələdik. 1 vur 3-ün kubu, 2 vur 3-ün kvadratı, 2 vur 3 üstü 1, 2 vur 3 üstü 0. Bu da 27, 27, 18, 45, 45, 6, 51. 2 də burada, bu da bizə verir 53 onluq qarşılıq. 1, 0, 1, 1 dörtlük say sistemində 0, 1, 2, 3 nömrələyirik. 1 vur, deməli 1 vur 4 üstü 3, 0 yazmıram. 1 vur 4 üstü 1, 1 vur 4 üstü 0. Bu da bizə verəsidir 64, 4 də burada 68, 69
və bir də 100. Bunu əvvəlcə qoyub çevirim. Bu 6 deməkdir. Bu da 3 deməkdir. 8-liyə bunu da 6 vur 8 üstü 1, üstə gələk 3 vur 8 üstü 0 kimi yaza bilərəm. 48, 3, bu da bizə verəsidir 51 sonuncusuna. Deməli, mən azalma sırası ilə yazsam, onda birinci nə gəlməlidir? Ən az neçədir? Ən az azalma sırası nədir? Daha doğrusu çoxdan aza doğru. Birinci ən çoxu yazmalıyam. Ən çox hansı idi? 69, 1, 0, 1, 1, dörtlük say sistemində. Sonra 63, 143, altılıq say sistemində. Ondan sonra 53, 1, 2, 2, 2, üçlük say sistemində. Daha sonra 51, 1, 1, 0, 0, 1, 1, ikilik say sistemində və bir də ən sonuncu da 45, 45 də 59-luq say sistemində. Bu da oldu bizim mövzu sınaq imtahanı ikimiz demin 20 variantlı sınavından. Ümidvaram ki, hər biriniz üçün faydalı olar. Bir daha xatırladım ki, bu videoların daha çox şəxsi çatdırması üçün, daha çox abituriyentin bu videodan faydalana bilməsi üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Hələlik.